Dövlət maliyyə sistemi ümumi iqtisadi siyasətin tərkib hissəsidir. Dövlət krediti, vergilər, dövlət büdcəsi, nəzarət, bunlar ayrı-ayrı instrumentlərdir, alətlərdir və onların öz funksiyası var və funksiya ondan ibarətdir ki, birincisi, onlar maliyyə resurslarının akkumulyasiyasını düzgün tənzimləsinlər, digər tərəfdən də sosial-iqtisadi zəmində hədəflərə çatmaq mümkün olsun. Əlbəttə, bu proseslər xüsusi mexanizmlərlə idarə olunur və bu zəmində də hesabatlılıq və şəffaflıq öz müsbət rolunu oynayır. Bu günləri bizim söhbətimiz bu haqdadır. Salam, hörmətli tamaşaçılar. Hədəfin qonağı Azərbaycan Respublikasının Maliyyə Naziri Sahil Babayevdir. Sahil müəllim, xoş gəlmişsiniz, xoş görmüşük sizi və bilirəm ki, sizin bu günləri çox vacib məlumatlarınız var bizim tamaşaçılar üçün. Çünki bu günləri dövlət başçısı Prezident İlham Əliyev demək 2026-cı ilin dövlət büdcəsi haqqında qanunu və büdcə zərfinə daxil olan əsas maliyyə sənədlərini imzalayıb və bu əlbəttə ki, vacib bir hadisədir. Digər tərəfdən də 26-cı ilin dövlət büdcəsinin əsas parametrləri və büdcə siyasətinin özəllikləri hamını maraqlandırır. Mən istərdim ki, ilk növbədə siz bax bu haqda bizə məlumat verəsiniz. Təşəkkür edirəm, xoş gördük. Artıq siz də qeyd etdiyiniz kimi ölkə başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin ana istiqamətlərindən biri olaraq bugün Cənab Prezidentin müvafiq fərmanı ilə 2026-cı il dövlət büdcəsi, icmal büdcəsi haqqında qanunların təsdiq olunması və belə bu büdcələrin həyata keçirilməsinə dair fərman imzalandı. 26-cı il üçün və növbəti 3 il üçün hazırlanan dövlət və icmal büdcə layihələri tərtib edilən zamanı ölkə başçısı tərəfindən qarşımıza qoyulmuş ana istiqamətlər, prinsiplər mövcud idi. Əlbəttə ki, bu prinsiplərin birincisi ölkədə makroiqtisadi, fiskal və monetar sabitliyin təmin edilməsi idi. Düşünürük ki, hazırlanan büdcə layihəsi və eyni zamanda orta müddətli dövr üçün təqdim olunan xərclər çərçivəsi bu hədəfə tam şəkildə uyğun tərtib olunmuşdu. Eyni zamanda ölkə başçısı qarşımıza qoyduğu ana hədəflərdən biri də Azərbaycanın müdafiə qabiliyyətinin, təhlükəsizliyinin təmin edilməsi idi və bu istiqamətdə də tam şəkildə maliyyə təminatı büdcə layihələrində nəzərdə tutulmuşdur. Digər bir istiqamət olaraq ölkə başçısı tərəfindən dəfələrlə səsləndirilən bütün bəyanatlarında və həyata keçirilən sosial-iqtisadi siyasətin ana xətlərindən biri olan əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi idi. Bu da bizim büdcəmizdə həm 26-cı il, həm də növbəti dövr üzrə xərclər çərçivəsində tam şəkildə nəzərə alınmışdır. Mən çıxışımızın növbəti hissələrində əlbəttə ki, bu parametrlərə də daha geniş şəkildə toxunacağam. Digər bir prinsipimiz, bildiyiniz kimi, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu tərəfindən ərazilərimiz işğalçılardan azad edildikdən sonra həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi regionlarımızda geniş miqyaslı quruculuq bərpa işləri aparılır və əhalimizin, xüsusilə keçmiş məcburi köçkünlərimizin ərazilərinə, öz yurdlarına, evlərinə qayıdışının təmin edilməsi üçün müxtəlif işlər görülür. Ona görə də qarşımızda duran ana istiqamətlərdən, prinsiplərdən biri də məhz həm Qarabağ, həm Şərqi Zəngəzur iqtisadi regionlarımızın inkişaf etdirilməsi və böyük qayıdış proqramı çərçivəsində nəzərdə tutulmuş bütün tədbirlərin icrası üçün maliyyə təminatının təmin olunması idi. Digər bir tərəfdən dövlət büdcəsinin və icmal büdcənin iqtisadi fəaliyyəti dəstəkləyən şəkildə investisiya yönümlü tərtib olunması da ölkə başçısının tapşırıqlarından biri idi və düşünürük ki, bu büdcə məhz əsaslı vəsait qoyuluşu, dövlət əsaslı vəsait qoyuluşu proqramının, investisiya proqramının böyük qayıdışı və ümumilikdə əsaslı xərclər baxımından da kifayət qədər geniş və hər tərəfli hazırlanmışdı. Paralel olaraq ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması, özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması istiqamətində də normativ tələblər müəyyən olunmuşdu. Eyni zamanda neft gəlirlərindən asılılığın azaldılması və valyuta ehtiyatlarının qorunması da qarşımıza duran ana hədəflərdən biri idi. Ümumilikdə biz rəqəm olaraq baxsaq, növbəti ilin icmal büdcəsi 45 milyard manatdan artıq gəlirlərlə, 48,8 milyard manatlıq isə xərc portfeli ilə Azərbaycan tarixinin ən böyük büdcəsidir. Bu rekord bir göstəricidir. Və icmal büdcəmizin xərclərinin ÜDM-də payı 36,4% olaraq planlaşdırılır. Qeyri-neft ÜDM-də payı isə
48% ətrafında planlaşdırılır. Bunun özü çox əhəmiyyətli bir rəqəmdir və biz düşünürük ki, tarixi göstərici olmaqla Azərbaycanda gələn ildə həyata keçiriləcək dövlət siyasətinin maliyyə təminatı bu parametrlər çərçivəsində qorunmuşdur. İcmal büdcənin daxilində dövlət büdcəsinin gəlirlərinə biz nəzər saldıqda, gəlirlər olaraq 2026-cı ildə 38 milyard 609 milyon manat, xərclər olaraq 41 milyard 703 milyon manat, kəsir olaraq isə 3 milyard 94 milyon manat olaraq bir rəqəm müəyyən edilmişdir. Mən xüsusi olaraq vurğulayım ki, büdcə parametrləri hazırlanan zamanı biz hər zaman orta müddətli dövrə əsas götürürük və büdcə qanunvericiliyi üçün orta müddətli dövr 4 il əhatə edir. Yəni istənilən dövrdə dövlət büdcəsi təqdim edilən zamanı növbəti 1 ilin və üstəgəl 3 ilin büdcəsi təqdim olunur. Ona görə də biz bu rəqəmləri bundan öncəki orta müddətli dövrlə müqayisə etsək, yəni 26-cı il rəqəmlərini 22-ci il rəqəmləri ilə müqayisə etsək, biz görəcəyik ki, dövlət büdcəsinin gəlirləri bu dövrdə 26%-dən çox və ya 7,9 milyard manat artmışdır. Eyni zamanda dövlət büdcəsinin xərcləri 30%-dən çox, yəni 9,6 milyard manatlıq bir artış göstərmişdir. Bu da Azərbaycanın iqtisadi gücünün, Azərbaycanın maliyyə sisteminin gücünün, Azərbaycanın valyuta ehtiyatları və ümumilikdə maliyyə sağlamlığının bir göstəricisidir ki, bu dövr ərzində Azərbaycan dövlət büdcəsini və icmal büdcəsini ciddi şəkildə artıraraq ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini təqdim edə bilir. Aydındır. Salim müəllim, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həyata keçirilən qənaəti qeyri-neft sektorunun büdcə gəlirlərindən artan payının 26-cı il büdcəsinin mühüm nailiyyətlərindən hesab etmək olarmı? Ümumilikdə büdcənin neft gəlirlərindən asıllığının azaldılması bizim qarşımıza duran ana hədəflərdən biridir. Və bugün biz baxsaq, görəcəyik ki, Azərbaycan iqtisadiyyatında da getdikcə qeyri-neft sektorunun payı artır. Əgər cari ildə Azərbaycanda qeyri-neft sektorunun payı 72% olaraq qiymətləndirilir, proqnozlaşdırılırsa, növbəti il biz düşünürük ki, ölkəmizdə qeyri-neft sektorunun payı 76%-ə çatacaqdır. 24-cü ilin faktına nəzər saldıqda isə 24-cü ilin icra olunmuş dövlət büdcəsi çərçivəsində və eyni zamanda ümumilikdə ümumi daxili məhsul çərçivəsində qeyri-neft qaz sektorunun payı 68% olmuşdur. Yəni bu dinamika 24-cü ildə 68%, cari ilin gözləntisi 72%, növbəti ildə isə bu proqnozun 76% olması ölkə iqtisadiyyatının diversifikasiyası Azərbaycan prezidenti tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının ən bariz göstəricisidir. Və biz düşünürük ki, növbəti il bizim iqtisadiyyatımızda bu göstəricilər də, bu proqnozlar da özünü doğrudacaqdır. Bundan irəli gələrək bizim icmal büdcəmizdə qeyri-neft sektorunun payı da artmaqda davam edir. 26-cı ildə biz bu rəqəmin 63% olmasını planlaşdırırıq. Müqayisə üçün qeyd edeyim, 2025-ci ilin deməli proqnoz göstəricilərində icmal büdcənin qeyri-neft qaz gəlirləri təqribən 58% məbləğində qiymətləndirilirdi. Artıq növbəti ildə biz bu rəqəmi 63%-ə çatdırmağı planlaşdırırıq. Və yaxud qeyd etdiyim kimi 4 illik orta müddətli dövrümüzü götürsək, 29-cu ilə proqnozumuz təqribən 70%-dir. Yəni cəmi 4 illik bir dövrdə artıq Azərbaycanın qeyri-neft gəlirləri icmal büdcəsi gəlirlərinin 70%-nə çatacaqdır. Bugünkü gün rəqəmindən götürəndə dediyim kimi bu 63%-dir. Bu gün demək olar ki, bizim icmal büdcəmizin gəlirlərinin 3/2-si məhz qeyri-neft sektoru hesabına təmin olunur. Dövlət büdcəsindəki payına nəzər saldıqda isə biz növbəti il üçün proqnoz olaraq 57,4%-i proqnozlaşdırmışıq və bu ümumilikdə ölkənin vergi gəlirlərinin 80%-idir. Yəni bizim qeyri-neft gəlirlərimiz ümumi vergi gəlirlərinin içində 80%-ə malikdir. Dövlət büdcəsinin gəlirləri içində isə 57,4%-dir. Bu iki göstərici son 20 ilin ən yaxşı göstəricisidir. Yəni burada biz rekord bir nailiyyəti əldə edə bilirik. Eyni zamanda hədəfimiz dövlət büdcəsi gəlirlərinin içində də qeyri-neft sektorun payını 29-cu ildə 66%-ə çatdırmaqdır ki, bu hədəfə istiqamətlənmiş orta müddətli xərclər çərçivəsini təmin etmişik. Qeyd etdiyiniz kimi bu qeyri-neft gəlirlərinin artımı bizə növbəti bir imkan yaradıbdır. Növbəti imkanımız da ondan ibarətdir ki, biz
Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin məbləğini növbəti il 25-ci illə müqayisədə 1 milyard dollar təqribən aşağı salırıq. Əgər 25-ci ildə dövlət neft fondunun dövlət büdcəsinə transferti 8,5 milyard dollar idisə, artıq 26-cı ildə bu 7,5 milyard dollar, növbəti orta müddətli dövrdə isə azalaraq 29-cu ildə 6 milyard dollara çıxacaqdır. Beləliklə, bu tendensiya nəticəsində biz dövlət büdcəsinin, icmal büdcənin, ümumilikdə fiskal siyasətin dayanıqlığını əldə edəcəyik, xarici şoklara qarşı dözümlülüyünü əldə edəcəyik və neft qiymətlərindən, qaz qiymətlərindən asılılığımızı ciddi şəkildə aşağı salmış olacağıq. Növbəti bir önəmli parametrə mən toxunmaq istəyirəm. Bu da dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri örtülməsidir. Ümumilikdə dövlət büdcəsi 3 ana komponentdən ibarət olur. Bu, cari xərclər, əsaslı xərclər və dövlət borcuna xidmət xərcləridir. Və istənilən ölkənin, istənilən dövlətin qarşısında duran büdcə siyasəti üzrə ana hədəflərdən biri məhz cari xərclərin dayanıqlığının və təhlükəsizliyinin təmin olunmasıdır. Və biz 26-cı ildə ilk dəfə olaraq cari xərclərin 88%-ni qeyri-neft gəlirləri hesabına qarşılayacağıq. Bizim planımız 29-cu ildə bu rəqəmi 100%-ə çatdırmaqdır. Və artıq bu orta müddətli dövrdə cari xərclərin 100%-i qeyri-neft gəlirləri hesabına qarşılandığı təqdirdə artıq dövlət büdcəsinin dayanıqlığı və sağlamlığı baxımından ən önəmli nailiyyətlərdən birini əldə edəcəyik. Müqayisə üçün qeyd edim ki, 25-ci il üzrə proqnozda bu 83% idi. Yəni, gələn ilə biz ciddi bir irəliləyiş əldə edirik və düşünürəm ki, bu bizim siyasətimizin ana istiqaməti olaraq davam edəcəkdir. Eyni zamanda həm beynəlxalq maliyyə institutları tərəfindən, həm ekspertlər tərəfindən çox ciddi təklif edilən, nəzarət edilən, bildirilən məsələlərdən biri də qeyri-neft baza kəsirinin rəqəmləridir. Bugün Azərbaycanın dövlət büdcəsinin kəsiri qeyd etdiyim kimi cəmi 3 milyard 94 milyondur növbəti il üçün proqnozlaşdırılan. Və bu, ümumi daxili məhsulun 3%-dən aşağıdır. Bu, dünyada olan ən yaxşı göstəricilərdən biridir. Lakin eyni zamanda qeyd etdiyimiz kimi neft-qaz gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun gəlirlərinin artırılması baxımından biz digər bir parametri də daimi monitorinq altında saxlayırıq. Və bu da qeyri-neft baza kəsirinin ümumi daxili məhsula nisbətidir. Yəni, bu hissədə biz neft gəlirlərini kənar tutaraq yalnız qeyri-neft gəlirləri hesabına icmal büdcənin kəsirini müəyyən edirik və onun ümumi daxili məhsula nisbətini, kəsirinin məbləğini müəyyən edirik. Mən qeyd edim ki, gələnlə bizim hədəfimiz 19%-in altında qalmaqdır. Baxmayaraq ki, müəyyən edilmiş benchmark 20,5% idi. Biz bunu biraz daha aşağı icra etməyə planlaşdırırıq və 19%lik göstərici ilə Azərbaycan tarixində ilk dəfə məhz qeyri-neft baza kəsirini belə aşağı rəqəmə endirə bilirik. Orta müddətli perspektivdə 2029-cu ilə qədər biz bu kəsirin ÖDM-də payını 13% endirməyə planlaşdırırıq. Bu da bizim həm beynəlxalq tərəfdaşlarımız, həm ekspertlərimiz, həm hökumət və parlament nümayəndələri tərəfindən ən çox diqqət yetirilən bir indikatorun ən sağlam göstəricilərə yaxınlaşması baxımından çox önəmlidir. Qeyd etdiyim bütün parametrlər Azərbaycan büdcəsinin 26-cı ildə neftdən asılılığın azalmasının, qeyri-neft sektorundan gəlirləri hesabına büdcə xərclərinin tənzimlənməsi və eyni zamanda əlbəttə ki, ölkə iqtisadiyyatının nailiyyətlərinin göstəricisidir. Çünki ölkə iqtisadiyyatının biz belə bir dinamik inkişafına nail ola bilməsək, biz bu həcmdə, bu dərəcədə böyük belə dəyişiklikləri büdcə siyasətində qeyri-neft sektoruna bizim əsaslanaraq maliyyə sabitliyimizi təmin etməyimiz, maliyyə təhlükəsini təmin etməyimiz istiqamətində hədəfləri müəyyən edə bilməzdik. Bu, iqtisadiyyatımızın uğurudur və iqtisadiyyatımızdan irəli gələrək dövlətin maliyyə gücünün artmasının bir göstəricisidir. Aydındır. Cənab nazir, bəlli həqiqətdir ki, yəni dünya bazarlarında, o cümlədən maliyyə bazarlarında, birjalarında atmosferi formalaşdıran amillər bu enerji daşıyıcılarına olan qiymətlərdir. Yəni biz indi görürük ki, məsəl üçün neftin qiyməti 65 dollar, təbii qazın ortama qiyməti 252 dollar civarındadır və ümumiyyətlə bu göstəricilərdə risklər özünü əks etdirir, yoxsa yox və ümumilikdə
proqnozlar nəyə söykənir, hansı göstəricilərə söykənir? Qeyd etdiyiniz kimi, növbəti ilin dövlət büdcəsində biz neftin qiymətini $65 olaraq müəyyən etmişik, qazın qiymətini isə $262 olaraq müəyyən etmişik. Və bu proqnoz hər bir halda yenə də proqnozdur. İlk öncə ondan başlayın və dünyada proqnozun müəyyən edilməsi meyarları, beynəlxalq təcrübə mövcuddur. Amma heç də hər bir proqnozun %100 özünü doğruldacağı deyilən bir şərt də yoxdur. Biz növbəti ilin neft və qaz qiymətlərini müəyyən edən zamanı müəyyən etdiyimiz bir hovuz var. Neft üzrə biz 30-dan artıq beynəlxalq səviyyətli qiymətləndirici təşkilatın proqnozlarını nəzərə alırıq. Və bu hovuz çərçivəsində növbəti il ərzində Brent markalı neftin barel qiymətini müəyyən edirik və hər zaman nəzərə alırıq ki, Azərbaycanın hasil etdiyi və ixrac etdiyi Azəri Light markalı neftimiz Brent qiymətindən daha üstündür. Müxtəlif dövrlərdən asılı olaraq təqribən bir $3 bir üstünlüyümüz mövcuddur. Yəni bugün biz dövlət büdcəsində neftin qiymətini $65 olaraq müəyyən edəndə bu əslində qalsa Azəri Light'ın qiymətidir və bu deməkdir ki, Brent'in təqribən $62 bərabər qiymətini biz proqnozlaşdırmışıq. Bu da dediyim kimi 30-a dək beynəlxalq qiymətləndirici təşkilatın verdiyi rəqəmlərin bir orta ədədi ortasından meydana çıxan bir proqnozdur. Əlbəttə, risk mövcuddur. Hər zaman o risklər var ki, bundan daha aşağı da ola bilər. Daha artıq olduğu təqdirdə bu büdcənin profitsitidir. Daha aşağı olduğu təqdirdə isə onun büdcəyə təsirlərinin mitigasiya tədbirlərini də, onun belə deyək, idarə olunması tədbirlərini də biz nəzərə tutmuşuq və düşünmürük ki, neftin qiymətində olacaq aşağı doğru hər hansı bir ciddi dəyişiklik bizim büdcə parametrləri üzrə icramıza təsir edəcəkdir. Amma bir daha xüsusi olaraq vurğulayım ki, bu proqnozlar orta illik proqnozdur. Yəni bu istənilən dönəmdə, 26-cı ilin istənilən dönəmində bu rəqəm aşağı da ola bilər. Amma sonraki dövrdə rəqəm artdıqca orta illik proqnozun ortaya çıxardığı göstərici icramıza təsir edəcəkdir. Mən müqayisə üçün qeyd edə bilərəm. Bu ilin dövlət büdcəsində bu rəqəm $70 olaraq müəyyən edilmişdir. Və ilin böyük bir hissəsində, səhv etmirəmsə, sentyabr-oktyabr aylarına qədər orta satış qiyməti $72 üzərində idi. Baxmayaraq ki, sentyabrın özündə bu rəqəmlər $60-62 ətrafındaydı. Yəni orta göstəricimiz 70-in üzərində olduğuna görə bizim dövlət büdcəsinin gəlirlərinin icrası artıqlaması ilə neft sektoruna təmin edildi. Eyni yanaşma qazın qiyməti ilə də müəyyən olunur. Burada 17 beynəlxalq qiymətləndirici təşkilat mövcuddur. Avropada qazın qiymətini müəyyən edən. Onlardan da bizim hazırladığımız hovuz və beynəlxalq metodologiyaya əsaslanan orta qiymətin müəyyən edilməsi də bizə bu rəqəmi təqdim edibdir. Ona görə düşünürük ki, bu rəqəmlər əsaslıdır. Bu proqnozlar kifayət qədər özünü doğrultmağa yaxındır. Əlbəttə ki, hər hansı bir böyük bir qiymət sürüşməsi zamanı da onların idarə edilməsi tədbirləri tərəfimizdən nəzərdə tutulmuşdur. Aydındır. Cənab nazir, 26-cı ilin dövlət büdcəsində xərc siyasətinin formalaşdırılmasında hansı əsas prioritetlər müəyyən edilib və ümumiyyətlə sizin gözləntiləriniz bu barədə nədən ibarətdir? Ümumilikdə Tofiq müəllim, dövlət büdcə siyasəti dedikdə birinci növbədə dövlət büdcəsinin funksional istiqamətlər üzrə xərclər parametri başa düşülür. Dövlət büdcəsi xərc istiqamətləri 12 funksional fəsilə bölünür. Və bizim hazırladığımız 26-cı il üçün və parlament tərəfindən hökumətin deməli hazırladığı və parlament tərəfindən təsdiq olunan dövlət büdcəsində bütün funksional parametrlər üzrə artım mövcuddur. Mən xüsusi olaraq bir sıra istiqamətləri qeyd edə bilərəm. Həm müdafiə milli təhlükəsizliyi üzrə 3.8%lik, sosial müdafiə sosial təminat üzrə 2.6%lik, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər istiqamətlər üzrə hər birində 25-ci ilə nəzərən biz bütün funksional istiqamətlər üzrə artımlar nəzərə tutmuşuq. Ona görə də düşünürük ki, ilk öncə büdcə siyasəti baxımından bu funksional xərc istiqamətlər üzrə artım çox önəmlidir. Əlbəttə, ən önəmli prioritetlər dedikdə biz geri qayıdırıq çıxışımın əvvəlində qeyd etdiyim ölkə başçısı tərəfindən qarşımızda qoyulmuş
əsas tapşırıqlar, əsas ana istiqamətlərə. Birinci növbədə xüsusi prioritetli verilibdir ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyin gücləndirilməsinə. Bu istiqamət üzrə 8,7 milyard manatlıq bir büdcə vəsaiti resursu müəyyən edilmişdi. Bu da dövlət büdcəsi xərclərinin 21% deməkdir. Əgər biz 24-cü illə müqayisə etsək, çünki onun artıq yekun fakt rəqəmləri əlimizdə var, bu 2,2 milyardlıq bir artım deməkdir. Orta müddətli dövrlə 22-ci illə müqayisə etsək, 3,8 milyard və ya 1,8 dəfə çox deməkdir. Bu bir daha Azərbaycan dövlətinin gücünün göstəricisidir, Azərbaycanın müdafiə qabiliyyətinə, ordusuna, təhlükəsizliyinə verdiyi önəmin göstəricisidir və bu istiqamətdəki xərclərimiz tam şəkildə maliyyələşdiriləcəkdir. Azərbaycan ordusunun təminatı, Azərbaycan təhlükəsizliyinin tam maliyyə resursu ilə təmin edilməsi önəmli ana prinsiplərimizdən biridir. Digər prioritetimiz böyük qayıdış proqramı idi. Böyük qayıdış proqramı üzrə də növbəti ilin büdcəsində 3,5 milyard manat bir resurs zərfi nəzərdə tutulmuşdu. 26-cı ildə nəzərdə tutulan bu rəqəmlə birlikdə biz artıq böyük qayıdış proqramı üzrə 25,3 milyard manatlıq bir resurs zərfi icra etmiş olacaq. Bu çox böyük və əhəmiyyətli bir rəqəmdir. Bu Azərbaycan dövlətinin öz azad edilmiş ərazilərinə qoyduğu investisiyanın verdiyi önəmin bir göstəricisidir. Növbəti bir parametr, növbəti bir istiqamət sosial rifahın dəstəklənməsidir. Cənab Prezident hər zaman bu istiqaməti çox önəmli hesab edib və müxtəlif bəyanatlarında bu istiqamətdə tapşırıqlarını veribdir. Və düşünürəm ki, sosial sahədə olan xərclərə də növbəti hissədə biz toxunacağıq. Onların icra edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində resurs zərfi də çox əhəmiyyətlidir. Aydındır. Mən istərdim bir qədər dərindən biz sosial xərclər məsələsinə toxunaq, Sayın müəllim, icazənizlə. 26-cı ildə sosial yönlü xərclərin artması əhalinin sosial vəziyyətinə necə təsir göstərəcək? Yəni, bu bizim üçün, həm hər birimiz üçün önəmli məsələdir və təbii ki, insanlar qabaqcadan bilmək istəyirlər ki, onların həyatında hansı dəyişikliklər baş verəcək və dinamika nədən ibarət olacaq? Və zəhmət olmasa, ümumilikdə mən istərdim bu məsələyə siz münasibət bildirəsiniz və ki, insanlarımız bilsinlər, onların rifahında hansı gedişlər yer ala bilər? İlk öncə mən bildirmək istəyirəm ki, 2026-cı il dövlət büdcəsi sosial yönlü büdcədir. Və bunu ən gözəl ifadə edən rəqəm də ondan ibarətdir ki, növbəti il biz dövlət büdcəsində sosial yönlü xərclərə 17,1 milyard vəsait müəyyən etmişik. Dövlət büdcəsinin xərclərinin 41% məhz sosial yönlü xərclərə yönəldilir. Biz müqayisə etsək 24-cü ilin faktı ilə, icra olunmuş faktı ilə bu 2,5 milyard manat çoxdur və ya 17% çoxdur. Yəni, cəmi 2 illik bir dönəmdə biz 2,5 milyard manatlıq əhalimiz üçün sosial yönlü xərcləri əlavə edirik. Yenə də orta müddətli dövrümüzlə, yəni 4 il öncəsi ilə müqayisə etsək, bu 4,4 milyard və ya 40%lik bir artım deməkdir. Sosial yönlü xərclərin tərkibinə baxdıqda ilk öncə təhsil xərclərini qeyd eləmək istəyirəm. Təhsil xərclərimiz, elm və təhsil xərclərimiz 5,2 milyard manat olaraq müəyyən edilib. Bu, dövlət büdcəsinin 12,5% deməkdir. Elm və təhsil xərclərinin 22-ci illə müqayisədə 1,4 milyard və ya 35%lik artımla, 24-cü illə müqayisədə 657 milyon və ya 14,3%lik artımla müəyyən edilməsi bir daha ölkə başçısının, Azərbaycan hökumətinin təhsilə verdiyi diqqətin bir nümunəsidir. Biz bugün dünya ortalamasına baxsaq, təhsil xərcləri dövlət büdcəsinin 10% olur. Postsovet ölkələrində bu rəqəm 9,3%-dir. Azərbaycanda təhsil xərcləri dövlət büdcəsinin 12,5%-dir. Yəni, dünya ortalamasının üzərində bir rəqəm müəyyən olur. Eyni zamanda biz təhsil xərclərinin beynəlxalq benchmarklarına, beynəlxalq müqayisələrinə baxsaq, dünya ortalamasında təhsil xərcləri ümumi daxili məhsulunun 3,5% məbləğində müəyyən edilir. Azərbaycanda təhsil xərcləri 3,7% müəyyən edilibdir. Yəni, bunun özü bir göstəricisidir ki, biz təhsilə dövlət büdcəsində zəruri resursu ayırırıq. Əlbəttə ki, bu davamlı olaraq da artırılacaqdır. Çünki təhsilin önəmini, təhsilin gələcək nəslin inkişafı baxımından, ölkə iqtisadının inkişafı baxımından önəmini biz dəstəkləməliyik. Digər bir istiqamətə nəzər salsaq, sosial müdafiə, sosial təminat istiqamətinə. Növbəti il bu istiqamət üçün dövlət büdcəsində
4,9 milyard manat və ya ümumi büdcə xərclərinin təqribən 11,7% müəyyən olunubdur. Bunu da biz müqayisə eləsək 24-cü ilin faktı ilə biz görəcəyik ki, 722 milyonluq və ya 17,4%lik bir artım var. Orta müddətli dövrlə müqayisə etdikdə 40%lik bir artım görürük. Yəni, bunun özü də ən böyük göstəricidir, ən böyük bariz nümunədir ki, 40%lik bir artım təmin etmişik. Və icmal büdcədə də bizim sosial müdafiə, sosial təminat xərclərinə biz ümumilikdə baxdıqda görəcəyik ki, bu ümumi daxili məhsulumuzun 9%-nə çatır və bu da bizim imkan verir ki, getdikcə genişlənən, daha əhatəli olan sosial proqramları həyata keçirə bilək. Bu sosial müdafiə təminat xərclərinin tərkibində diqqət yetirsək, sosial müavinət xərclərimiz 3,2 milyarda çatır. Dövlət Sosial Müdafiə Fonduna pensiyaların maliyyələşdirilməsi üçün, dəstək üçün ödənilən transfer 1,7 milyard manata çatır. Ünvanlı sosial yardımımız 465 milyon manata çatır. Keçmiş məcburi köçkünlərə ödənilən vəsaitlər, təqaüdlər 285 milyon manata çatır. Yəni bunların hamısı çox böyük proqramlardır və Azərbaycan hökuməti tərəfindən Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən sosial proqramların əhalinin sosial rifahının təmin edilməsi üçün atılan addımların bir göstəricisidir. Növbəti sosial yönlü xərcə, səhiyyə xərclərimizə baxsaq, görəcəyik ki, dövlət büdcəsində səhiyyə xərclərimiz növbəti il 2 milyard manat, icmal büdcəmizdə səhiyyə xərcləri isə 3,7 milyard manat olaraq müəyyən edilibdir. Səhiyyə xərclərində xüsusi olaraq biz hər zaman icmal büdcə rəqəmlərinə nəzər salmalıyıq. Çünki səhiyyə xərclərinin böyük bir hissəsinin icra olunduğu İcbari Tibbi Sığorta Fondu icmal büdcənin tərkib hissəsidir. Ona görə də biz bu rəqəmə nəzər saldıqda görürük ki, 24-cü ilin icra olunmuş faktı ilə müqayisə etdikdə gələn ilə icmal xərclərimiz 1,1 milyard və ya 40% artıqdır. Orta müddətli dövrlə müqayisə etsək, bu rəqəm 2,3 milyard manat və ya 2,6 dəfə artıbdır. Bu da bir daha Azərbaycan dövlətinin səhiyyənin inkişaf verdiyi önəmli bir göstəricisidir. Yəni, cəmi 2 il ərzində 40%, 4 illik periodda isə 2,6 dəfə artım birbaşa onu göstərir ki, biz səhiyyə sahəsində dövlət xidmətlərinin, dövlət səhiyyə sisteminin, o cümlədən icbari tibbi sığorta sisteminin inkişafına nə qədər böyük əhəmiyyət veririk. Ümumi icmalda baxsaq, bizim səhiyyə xərclərimiz ümumi daxili məhsulun 2,7%-nə çatır. Və həm qonşu ölkələrdə, həm postsovet ölkələrinin əksəriyyətində ÜDM-də payı, səhiyyə xərclərinin ÜDM-də payı 2% ətrafındadır. Bizdə isə 2,7%-dir və bu da bir daha göstərir ki, Azərbaycan dövlət büdcəsi sosial yönümlü xərclərin hər birini əhatəli şəkildə özündə nəzərə tutmuşdur. Həm təhsil xərclərimizdə ciddi artım var, həm səhiyyə xərclərimizdə ciddi artım var, həm də sosial müdafiə və sosial təminat xərclərimizdə ciddi artımlar var. Düşünürəm ki, bütün bu parametrləri nəzərə aldıqda biz əminliklə bildirə bilərik ki, Azərbaycan büdcəsi, 26-cı il büdcəsi sosial yönümlü büdcədir və dövlətin, hökumətin qarşısına qoyduğu sosial sahədə olan tədbirlərin maliyyələşdirilməsinə çox ciddi bir maliyyə resursu təmin olunmuşdur. Sağ olun, ümumiyyətlə büdcənin bir çox keyfiyyətləri var da. Yəni hər bir element xüsusilə sizin kimi mütəxəssislərə ipucları verir ki, onların barəsində bir geniş şərh verəsiniz. Və təbii ki, investisiyaların da burada özünə məxsus xüsusi rol var. Ümumiyyətlə deyə bilərikmi ki, gələn ilin büdcəsi investisiya yönümlü olacaq və digər tərəfdən özəl sektor üçün orada da maliyyə resursları nəzərdə tutulub, sonra vergi sahəsində də hansısa dəyişikliklər baş verməlidir. Bax, bunlarla bağlı nə deyə bilərsiniz? Toğmen, bir mənalı olaraq biz vurğulamaq istərdik ki, Azərbaycan büdcəsi, 26-cı il büdcəsi bir mənalı olaraq investisiya yönümlüdür. Və çox ciddi bir resurs zərfi məhz investisiyaların əsaslı vəsait qoyuluşunun, kapital qoyuluşunun daha da artırılmasına yönəlmişdir. Birinci ümumi rəqəm olaraq qeyd edeyim ki, əsaslı xərclərimiz növbəti il 14 milyard manat olaraq müəyyən edilmişdir. Bu, dövlət büdcəsində təqribən 34%lik bir pay deməkdir. Yəni, mən müqayisə üçün qeyd edə bilərəm ki, bu həm dünya ortalamasından, həm postsovet ölkələri, qonşu ölkələri, digərləri nəzərə aldıqda çox ciddi şəkildə onlardan daha yüksək bir rəqəmdir. Və bunun təbii səbəbləri də var. Çünki biz həm Qarabağı, Şərqi Zəngəzuru inkişaf etdiririk. Ona görə də bizim portfelimizdə böyük qayıdış proqramı investisiya qoyuluşunda, kapital qoyuluşunda xüsusi yer tutur.
Artıq bu barədə toxunduq. Növbəti ildə böyük qayıdış proqramı çərçivəsində 3.5 milyard manatlıq bir resurs zərfi müəyyən edilmişdi və düşünürəm ki, onun icrası Qarabağın tam şəkildə yenidən qurulmasına böyük bir töhfə olacaqdır. Və beləliklə növbəti il icra olunan bu proqramla biz Qarabağ və Şərqi Zəngəzur regionlarımıza 25 milyarddan artıq vəsait investisiya etmiş olacağıq. Digər bir portfelimiz dövlət əsaslı vəsait qoyuluşu proqramının icrasıdır. Növbəti il bu istiqamətə 2,7 milyard manat və ya 6,5%lik bir büdcənin 6,5%-ə qədər bir resurs ayrılmışdı. Bunun özü də bir daha Azərbaycan büdcəsinin investisiya yönümlü, kapital investisiyalara yönəlmiş bir proqram olduğunun göstəricisidir. Mən xüsusi olaraq vurğulayım ki, bizim kapital xərclərimiz təkcə Qarabağa böyük qayıdış proqramı ilə, təkcə investisiya proqramı ilə məhdudlaşmır. Eyni zamanda büdcənin müxtəlif hissələrində yenə də əsaslı vəsait qoyuluşu layihələri nəzərə tutulur. Dediyim kimi, ümumi əsaslı xərclərimiz 14 milyard manata çatır. Və bu rəqəmləri, bu parametrləri nəzərə alanda bir mənalı olaraq biz qeyd edə bilərik ki, Azərbaycan büdcəsi investisiya yönümlüdür. Azərbaycan büdcəsi iqtisadiyyatın şaxələndirilməsinə, inkişaf etdirilməsinə çox ciddi bir dəstək olaraq çox ciddi bir resurs zərfini müəyyən edir. Eyni zamanda büdcə paketinin tərkibində yeni vergi güzəştləri və sahibkarlarımıza, özəl sektorumuza yeni dəstək mexanizmləri də nəzərdə tutulmuşdur. Xüsusi olaraq vurğulayım ki, bizim azad olunmuş ərazilərimizdə çox güzəştli bir vergi rejimimiz mövcud idi. Bu yeni büdcə paketi ilə Naxçıvan Muxtar Respublikasına da eyni paket tətbiq olunur və azad edilmiş ərazilərimizdə olan bütün vergi güzəştləri Naxçıvanda da tətbiq olunacaqdır. Aqrar güzəştlər genişləndirilir. Xüsusilə kiçik və mikro sahibkarlarımızın böyük diqqətində olan əlavə dəyər vergisi keçid limiti 200 min manatdan 400 min manata qaldırılır və əgər indiyədək sadələşmiş vergi ödəyicilərinin maksimum limiti 200 min manat idisə, növbəti dövrdən, yəni 26-cı ildən etibarən nağdsız ödənişlərlə həyata keçirilən əməliyyatlar çərçivəsində bizim sahibkarlarımıza imkan yaradılacaq ki, 400 min manata dək il ərzində, 400 min manata qədər xərc edildikdə onlar sadələşmiş vergi dərəcələri ödəsinlər, əlavə dəyər vergisi ödəməsinlər. Media orqanlarımıza, mediaya vergi güzəştləri daha 3 il uzadılır və s. Çoxsaylı bu kimi güzəştlərlə tətbiq edilir. Onlar barədə həm parlament sessiyaları zamanı, həm mediada geniş məlumat verildiyinə görə mən çox üzərində dayanmayacağam, amma xüsusi olaraq bildirə bilərəm ki, növbəti ildə büdcə paketi, büdcə zərfi sahibkarlarımız da yaddan çıxartmır. Onlar üçün də bir çox istiqamətlərdə yeni güzəş və azad olmaları ehtiva edir. Cənab nazir, biz dövlət borcunun idarə olunmasına toxunmasaq, söhbətimiz mən belə başa düşürəm ki, dolğun olmaz. Ümumiyyətlə, bu dövlət borcunun idarə olunmasıdır, sonra vəsaitlərin səmərəli istifadəsidir, fiskal siyasətin vacib elementləridir. Və cari ildə dövlət borcunun həcmi və strukturunda hansı dəyişikliklər baş verib? Zəhmət olmasa bu məsələyə münasibət bilin və eyni zamanda da dövlət vəsaitlərinin idarə olunmasında əldə olunan nəticələr barədə nə deyə bilərsiniz? Ümumilikdə Azərbaycan dövlət borcuna məbləğinə görə dünyada ən yaxşı göstəricilərə malik olan ölkələrdən biridir. Bugün bizim toplam dövlət borcumuz təqribən 26 milyard manatdır. Bu isə ümumi daxili məhsulumuzun təqribən 20%-dir. Bu göstərici ilə çox az ölkə dünyada nümunə çəkilə bilər. Ona görə də bizim dövlət borcu və onun idarə edilməsi baxımından siyasətimiz çox sağlamdır, çox dayanıqlıdır. Bugün bizim 26 milyardlıq dövlət borcumuzun təqribən 18 milyardı daxili dövlət borcudur, təqribən 8 milyardı isə xarici dövlət borcudur. Və xarici dövlət borcunun rəqəminə nəzər saldıqda bu bizim ümumi daxili məhsulumuzun təqribən 6,3%-dir. Dünyada bir çox ölkələr, əksər ölkələr, hətta ən inkişaf etmiş qüdrətli ölkələrdə belə bu rəqəm 100%-ə yaxınlaşır. Bizdə isə cəmi 6,3%-dir və düşünürük ki, bu istiqamətdə bizim konservativ yanaşmamız növbəti dövrə davam edəcəkdir. Ümumilikdə dövlət borcunun dinamikasına baxsaq, cari ildə
bu rəqəmin 1 milyard manatdan çox azaldığını görərik. Həm xarici dövlət borcumuz bizim bu dövrdə təqribən 500 milyon manat azalıbdır. Daxili dövlət borcumuz da yenə də 500 milyon manatdan çox azalıbdır və xüsusi olaraq biz dövlət borcunun idarə edilməsinin yeni yanaşması ilə həyata keçirdiyimiz cari il ərzində kifayət qədər uğurlu nəticələr əldə elədik. Borclanmanı daha da konservativ tətbiq etməklə, faiz xərclərinə daha konservativ yanaşmayla cari il biz borca xidmət xərclərimizə təqribən 300 milyon manatlıq qənaət əldə elədik. Eyni zamanda Azərbaycanın daxili dövlət borcunun müddətlərinin uzadılması istiqamətində iş aparıldı və bir çox borclarımız 5-7-10 ilə restrukturizasiya edildikdən sonra borcun ödənilməsi qrafiki də hamarlaşdı. Borcun müddəti də təqribən 3 dəfəyə yaxın artırıldı ki, bunlar hamısı borcun idarə edilməsinin sağlamlaşdırılması, fiskal sağlamlıq baxımından çox önəmli idi. Ha belə biz dövlət vəsaitinin investisiya edilməsi vasitəsilə müxtəlif alətlər vasitəsilə investisiyasına başladıq və cari ildə dövlət xəzinəsinə əlavə 120 milyonluq bir mənfəət gəlir əldə etdik. Və mən düşünürəm ki, bu istiqamətdə atılan addımlar növbəti dövrdə də həm dövlət maliyyəsinin idarə edilməsi baxımından, həm də dövlət borcuna xidmət xərclərinin idarə edilməsi baxımından çox önəmlidir. Çünki cəmi bir il ərzində bir tərəfdən biz 300 milyon manatlıq faiz xərclərində qənaət əldə edə bilirik. Eyni zamanda da dövlət büdcəsinə əlavə 121 milyon manatlıq bir mənfəət gəlir əldə edə bilirik ki, bu istiqamətdə işlərimiz də davam edəcəkdir. Ümumilikdə qeyd edeyim ki, atılan bütün bu addımlar, fiskal siyasətin sağlamlığı, Azərbaycanın iqtisadi inkişafı, neftdən asılılığın azalması, xarici borcun aşağı olması, valyuta ehtiyatlarımızın tarixi rekord olaraq 82 milyard dollardan artığa çatması bütün beynəlxalq reyting agentlikləri tərəfindən də çox yüksək qiymətləndirildi və bugün artıq Fitch Ratings tərəfindən və Moody's Ratings tərəfindən Azərbaycan investisiya dərəcəsində reyting almışdır. Fitch Ratingsdə bu proqnoz sabit, Moody's Ratingdə isə bu proqnoz müsbət olaraq qiymətləndirilmişdir ki, düşünürük bu artıq Azərbaycanın maliyyə dayanıqlığına, fiskal mövqelərinin möhkəmliyinə, monetar sabitliyinə verilmiş ən yüksək, ən gözəl, ən bariz bir göstəricidir. Əlbəttə biz bu göstəricidə razı deyilik. Biz düşünürük ki, bizim valyuta buferimiz, bizim maliyyə sağlamlığımız, bizim qeyri-neft gəlirlərin artımı, bizim sosial-iqtisadi sabitliyimiz daha yaxşı göstəricilərə iddia etməyə imkan verir və bu istiqamətdə biz reyting agentlikləri ilə də işlərimizi davam etdirəcəyik. Sağ olsun. Cənab nazir, Prezident İlham Əliyev 25 avqust 25-ci il tarixində fərmanı ilə dövlət maliyyəsinin idarə olunması sayəsində rəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlı geniş islahatlara başlanıldı və hətta bu istiqamətdə rəqəmsal maliyyə mərkəzi də yaradılıb. Demək, bax, ümumiyyətlə bu yeniliklər bu sahədə hansı dəyişiklikləri qaçılmaz edir və hansı effektləri siz gözləyirsiniz? Ümumiyyətlə, Cənab Prezident qarşımızda maliyyə sahəsində çox önəmli çağırışlar, islahat tapşırıqları qoyubdur və bunun ən böyük, belə deyək, göstəricisi 25 avqust tarixli qeyd etdiyiniz fərman idi. Bu fərmanla dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, ümumiyyətlə bu istiqamətdə rəqəmsal dövlət maliyyəsi sistemlərinin yaradılması tələbi qoyulmuşdu. Bu proqram çərçivəsində hal-hazırda bir çox müxtəlif servis və portallar hazırlanır. Bu bir tərəfdən elektron büdcə sistemi, bu büdcə hazırlığını, proqnozunu təmin edəcək sistemdir. Elektron mühasibatlıq sistemi, bu beynəlxalq təcrübə əsasında IFRS, IPSAS kimi beynəlxalq normativlər əsasında ölkə daxili elektron mühasibatlığın yaradılması, elektron müqavilə sistemi, yəni dövlət qurumları tərəfindən həyata keçirilən satın almaların elektron müqaviləsinin imzalanması tərtibatı sistemi, elektron xəzinədarlıq sistemi, elektron nəzarət sistemi və bir çox saylı bu kimi sistemlərə ehtiva edir. Bunlar bir zəncirvari bir mexanizm olaraq bir-birinə inteqrasiya edilmiş sistemlər olacaqdır və büdcə vəsaitlərinin proqnozlaşdırılması, onların satın almasının həyata keçirilməsi, xəzinə tərəfindən icra olunması, yekunda ilin sonunda mühasibatlığa düşməsi və yenidən növbəti ilin büdcə proqnozlaşdırılması üçün bir əsasa çevrilməsi belə bir böyük bir zəncirvari halqadır və düşünürük ki, növbəti il ərzində artıq mərhələlərlə bu elektron sistemlər istifadəyə veriləcəkdir. Bu bizə nə gətirəcək?
Bu maliyyə intizamı gətirəcək, bu şəffaflıq gətirəcək, bu daha geniş çərçivədə baxdıqda xərclərin optimallaşdırılması imkanı, vahid yanaşma imkanı, müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən büdcə xərclərinin unifikasiyası imkanı gətirəcəkdir. Və burada önəmli istiqamət ondan ibarətdir ki, bu tapşırıqlar təkcə büdcə vəsaitinə deyil, bütövlükdə dövlət maliyyəsinə ümumi yanaşmanın və koordinasiyanın əlaqələndirilmiş fəaliyyəti təmin edir və düşünürük ki, bunun icrası nəticəsində növbəti ildə həm büdcə vəsaitlərinin xərclənməsi, həm ümumilikdə dövlət maliyyəsi xərclərində optimallaşdırma tədbirləri həyata keçiriləcəkdir. Eyni zamanda bugün müxtəlifliyi olan əmək haqqı sisteminin təkmilləşdirilməsi, vahid yanaşmasının təmin edilməsi istiqamətində addımlar ata biləcəyik və əlbəttə ki, dövlət qurumlarının strukturu, ştat vahidləri və digər məsələlərə bir vahid yanaşmanın müəyyən edərək optimallaşma tədbirləri görəcəyik. Bunun artıq ilk şartları oldu. Cənab Prezident tərəfindən imzalanan müvafiq fərman və sərəncamlarla yerli icra hakimiyyəti orqanlarının yeni strukturu təsdiq edildi. İcra hakimiyyəti orqanlarının nəzdində fəaliyyət göstərən yerli kommunal xidmət müəssisələrinin unifikasiyası həyata keçirildi. Təsəvvür edin ki, bugün bizim bəzi rayonlarımızda 7, 8, 9 müxtəlif kommunal müəssisələr icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərirlər. Digər rayonlarımızda isə 1-2 idi bu. Bugün unifikasiya olunmuş vahid yanaşma ilə bu standart bir mexanizmə çevrildi, müvafiq kadr komplektasiyası təmin edildi və onlar tərəfindən bu işlərin icra olunması üçün tədbirlər görülməyə başlandı. Eyni yanaşma digər istiqamətlərimiz üzrə tətbiq olunacaqdır. Həm dövlət adından yaradılmış publik hüquqi şəxslərimiz, dövlət adından yaradılmış şirkətlərimiz və digər istiqamətlərə də vahid yanaşma, unifikasiya olunmuş bir deməli struktur və əlbəttə ki, onlar tərəfindən həyata keçirilən maliyyə əməliyyatlarının əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin olunacaqdır. Paralel olaraq orta müddətli xərclər çərçivəsi təşəbbüsü çərçivəsində növbəti dövrdə biz yeni sektorları orta müddətli çərçivəyə cəlb edəcəyik və yekunda strateji planlaşdırmanı, proqram bölgüsünü, monitorinq sistemini və bütün digər segmentləri əhatə edən orta müddətli proqram əsaslı büdcə hazırlığı mexanizmini tətbiq etməyə çalışacağıq. Sağ olsun. Mən sizə uğurlar diləyirəm, Sahil müəllim. Çox sağ olun iştirakınıza görə, müfəssəl cavablarınıza görə və təbii ki, biz bir daha əmin oluruq ki, həm də iqtisadiyyatın ürəyi sayılan bu maliyyə sistemində də geniş islahatlar yer alır və əlbəttə ki, dövlət başçısı bu istiqamətə ümumiyyətlə böyük bir diqqət yetirir və nəhayət üzərimizə düşən odur ki, artıq qəbul olunmuş plan üzrə, yəni büdcənin özünün tələblərini nəzərə alaraq bütün proseslər vaxtında təmin olunsun və mən əminəm ki, belə də olacaq. Çox sağ olun, təşəkkür edirəm. Belə, hörmətli tamaşaçılar, biz bir növ gələcəyə baxış etdik. Yəni, ölkənin maliyyə durumu nədən ibarətdir, necə olacaq, islahatlar bizə nə vəd edirlər bu haqda Azərbaycan Respublikasının Maliyyə Naziri Sahil Babayev bizə cavabları verdi. Və mən də sizə təşəkkürümü bildirirəm ki, bizə diqqət etirdiniz. Çünki maliyyə savadlılığının artırılması da bizim hər birimizin üzərinə düşən bir vacib missiyadır. Bu qədər. Salamat qalın.